İki mənzil almışam. Mənzilin biri budur, biri o mənzildir. Nə bu evləri mənə tam təhvil verirlər, nə də ki o mənzilləri. Mənzilimi istifadə edə bilmirəm, nə mənzilimi təmir edə bilmirəm tam. Deməli belə deyək də, mənzilə daxil ola bilirik, açar bizdədir. Amma bu açar həm də başqa adamda var. Bu qapını mən 10 dəfə dəyişmişəm. Həmin qarşı tərəf gəlib dəyişir, mən dəyişirəm. Yəni mənzilə daxil ola zəhmət olmasa. Bir vətəndaş 2017-ci ildə paytaxtın Yasamal rayonu Şərifzadə 33 ünvanında yeni tikilən çox mərtəbəli binadan ev alıb və bu binadan 2 mənzil və 3 qaraj alıb. Ödənişini də edib, tam ödəniş olunub. Və bir gün gəlib mənzilə daxil olanda məlum olur ki, bu mənzilin və digər mənzilin tək sahibi o deyil, başqaları da var. Şirkət sahibi bu mənzilləri başqasına satıb və hər iki şəxsdən pul alıb. İnşaat konstruksiyaları MMC şirkətidir. Mən evə gələndə evləri təhvil almasında çətinlik çəkdim. Bununla bağlı İnşaat konstruksiya MMC-ni verdim Yasamal rayon məhkəməsinə. Məhkəmənin 2025-ci il tarixli, 03-10-cu ay tarixli qətnaməsi vardır. Qətnamə əsasında 2 ev, 3 qaraj, maşın qarajı mənə təhvil verilmişdir. Məhkəmənin icra aktı ilə evlər mənə təhvil verilmişdir. 2026-cı ilə olmağına baxmayaraq, bu günə kimi mən nə evdən, nə də maşın saxlanıcı üçün qarajlardan istifadə edə bilmirəm. Və həmin şəxs nə deyir? Yəni onun da xəbəri olmayıb yoxsa? Bu şirkət İnşaat Konstruksiyaları MMC şirkəti. Bunlar başqa şəxslərə 16-cı mərtəbə 245 saylı mənzil adı ilə satırlar. Yəni mərtəbədə evlərin nömrələrin müxtəlif nömrələr göstərməklə, mərtəbə ev nömrələrindən bir neçə ev mənzili adama satırlar. Bu mərtəbəni göstərir, nömrəsini başqa 245 saylı mənzil göstərir. Yəni mübahisə bundan əmələ gəlib. Şirkət sahibləri, şirkətin məsul şəxsləri nə deyirlər? Güya mən eləməmişəm, bizim şirkətin başqa işçiləri var. Bir-birindən xəbərsiz var, amma əslində xəbərləri də var. Tək mən deyiləm burada, mənlə yüzlərlə ailə var beləncə burada. Siz hansı evdə gəldiniz işləməyə? Olar sizə bir dəqiqə. Yox, o mənzilin sahibi var axı, başqa adamdır. Bilməm, bəs siz kimsiniz bəs? Söz soruşuram, niyə qaçırsınız ki? Axı o mənzilin sahibi var axı. Mən də tanımıram. O kim idi qaçan? Bilmirəm, tanımıram. Sizin mənzilə gəlmişdi. Gəlmişdi, bir də veş qoyub bura gelib. Tanımıram kimdir. Yəni, bəlkə də mənzilin digər sahibi o göndərib. Ola bilər, digər sahib göndərib kimsə bura. Bir mənzilin iki sahibi olanda belə olur. O da belə sual verdi, qaçdı getdi. Gəlmişik vətəndaşla həmin o bina tikən şirkətin ofisinə. Qapı bağlıdır, amma burada bir diqqət çəkən məqam var ki, qapının əl tutanı da yoxdur. Adamlar sanki hansısa yolla vətəndaşlardan gizlənirlər. İçəridədirlər. Hardan bildiniz? Kondisionerlər də işləyir. Bəli, işləyirlər. Bunlar gələndə maşını sağlar aşağıdan özləri gizlin qapı ilə gəlib girirlər. O yandan da qapıları var.